Axşamı xeyir, dəyərli izləyicilər. Çınar TV efirindən hər kəs xoş gördük. Biz bu günləri həmişəki olduğu kimi yenə yardıma gəlmişik. Şəmkir rayonunun Seyfəli kəndində gəlmişik yardıma. Sizdən çox xahiş edirəm bizim kanala baxın, bəyənin, paylaşın, abunə olun. Çınar TV-ni Facebookda, Instagram, YouTube, TikTokda baxa bilərsiniz. Dəyərli izləyicilər, hər həftə olduğu kimi yardım işlərimiz davam edir və bizə qoşulmaq istəyənlər də 050 431 66 06 nömrəsinə öz yardımınızı çatdıra bilərsiniz. Dəyərli izləyicilər, gəldiyimiz bu ünvanda çox çətin durumda yaşayırlar. Evin qazını kəsiblər, boşdan bağlı təbii ki, işıq kəsilibdir, elektrik yoxdur. Yəni, köhnə bir evdə yaşayırlar, sosial yardım almırlar və biz də az da olsa öz dəstəyimizi qardaşların köməyinə gətirmişik çatdırmağa. İzləməyə davam edin. Axşamı seyirətərsiniz, nə var? Sağ olun. Bazı biz deməli yenə gəldik. Sağ olun. Qardaşların dəstəylə təbii ki və bundan qabaq gəlmişdiniz, bilirsiniz bu yaxınlarda. Hə, gəlmişdiniz. Allah Yəni, kömək olsun. sağ olun. Bugün bu sizin ərzaq yardımınızdır. Sağ olaydı. Kömək olsun. Bu işıqla bağlı nə xəbər var? Dəstək var mı bu işığın? Vallahi Borcunla yoldaşım bağlı. bir aparıb saldırıb deyə vurmuşlar boşluq kart. Yəni 150 maaş borcunuz var da işığa. Bağlamırlar da deyə borcunu ödə bağlayaq. Aydın, Bir də aydın. qaranlıqda qalmışam. Şəhər qarşısında gedim xalam gidə qalım. Sabah dolanda tezdən gəlirəm. Uşaqlarım da qaranlıqda yatamırlar. Deyir ayma qaranlıqdır, qorxuruq. Gedirəm bu qonşu sağ olsun. Bunlarda otururam, biraz orada otururam. Şəhər qarşıda gecə oldu deyir oturam. Aydın. Dəyərli izləyicilər, bu ailə Şəmkir rayonu Seyfəli kəndində yaşayır. Yəni biz ki bizim televiziyaya bütün dünyada baxırlar, hər tərəfdə izləyirlər bizi. Xahiş edirəm Seyfəli cəmaatından, Çınar cəmaatından, yəni Azərbaycan xalqından dəstək istəyirik ki, bu ailə dəstək olsunlar. Qışın günüdür. Mavi yanacaq yoxdur. Nə qazım var, nə işığım vardı, işığımı da kəsiblər, qalmışam 3 uşağın qaranlıqda damın altında. Aydındır. 3 dənə 3 uşaqları dənə var. körpə uşağı var. Xahiş edirik kimlər bizi izləyirsə, dəstək olsunlar. Ailənin əlaqə nömrəsini yerləşdirəcəm ekrana, kart hesabını yerləşdirəcəm ekrana. Dərc edilər. Hər kəsdən xahiş edirəm ki, biz izləyənlər kimin nə imkanı var, bu ailəyə dəstək olsunlar. Bildiyiniz kimi qışın günüdür, bu dəqiqə çətindir. Yəni sosial yardım da almırlar. Heç nə almıram, heç nə. Və biz də bacardığımız qədər inşallah yenə gələcəyik. Nə də uşaqlarım körpədir, qoyub işə da getmirəm ki, istəyəməyəm olsa özüm işimi bağlasın. Ne kadardır şimdi ne olur? 150 manat 150 borcu var. manat var. Bu 150 manatın öte gelsin. Kəsib belə. Yoldaşı da xəstədir, onu da bildirək ki, Allah şəfasını versin. Hər kəsdən xahiş edirəm ki, bu ailə dəstək olsun. Otana işıq yazan gətirir, Emin- kəsib, kolumu da bağlayıb. Kimse Ya, istəyirsə, Bizi izləməyə istəyirsə 4 manatdan, 5 manatdan, 3 manatdan Güzel köməklik edə bir bilərlər. 1 manat da olsa qənimət, 2 manat da. İşığımı bağlatdım, uşaqlarımın evdə damın altında oturdum. aydındır. Qaranlıqda nağarım mən yazdım. Gəzdirlər, bizi izləməyi unutmayın. İnşallah gələn növbəli şəkildə gələcək inşallah növbə ilə. Və inşallah inanıram ki, bu yaxın zamanda sizin bu işıq probleminiz dəyərli insanların köməyi ilə həll olacaqdır. Sağ olun. Bizi izləməyi unutmayın. Hələlik gecəniz xeyirli qalsın. Daha çox videolardan xəbərdar olmaq üçün Çınar TV kanalına abunə olun və bizi izləməyi davam edin.